Salam əziz şagirdlər, mən Premium Akademinin İngilis dil müəllimi Nərgiz Əlizadə. Bugün sizlərlə 2 noyabr tarixində kursumuzda keçirilmiş güvən sınağının 9-cu siniflər üzrə izahını verəcəm. Gəlin ilk növbədə listening sualları ilə başlayaq. Qeyd etmək istərdim ki, 1 və 4-cü sual listening suallarını əhatə edir. Listeningi dinlədikdən sonra sualların izahına baxa bilərsiniz. Bizdə birinci sualda hər zaman olduğu kimi mətn nə haqqındadır? Listening mətni nəyə əhatə edir? Ona ümumi bir ad seçməliyik. Bunu soruşur. Və birinci sualımız, listeningi dinləsəz görəcəksiniz ki, bizim dinlədiyimiz listening gənclərin boş vaxt, boş zaman ərzində həyata keçirdiyi fəaliyyətlər haqqındadır. Buna görə də düzgün cavabımız, birinci sualda düzgün cavabımız C variantı olacaq. Free time activities of teens. Daha sonra ikinci suala baxaq. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən verilmiş bir sualdır. Listening əsasən verilmiş bir sualdır və bunun düzgün cavabını seçməliyik. Why is free time important for students? Boş zaman, boş vaxt şagirdlər üçün niyə əhəmiyyətlidir? Nə üçün önəmlidir? Burada düzgün cavabımız Y variantı olacaq. It helps them rest and learn new skills. Boş vaxt onlara həm istirahət etməyə, həm də yeni bacarıqlar öyrənməyə kömək edir. Bunun üçün də free time onlar üçün important, vacibdir. Düzgün cavab Y variantı olacaq. Üçüncü sual. Complete the sentence according to the passage. Cümləni tamamlamalıyıq. Teens enjoy. A variantı painting and drawing. Şəkil çəkməkdən, rəngləməkdən həzz alırlar, zövq alırlar gənclər. Digər variantlarda verilmiş cümlələrin heç biri bizim listening mətnimizdə səslənmir. Buna görə də düzgün cavabımız A variantıdır. Dördüncü sual. 4 dənə cümlə verilib, true və ya false, doğru və yaxud da yanlış olduğunu seçməliyik. 4-ün birinci cümləsinə baxsaq, teens cannot use cell phones for chatting or joining clubs. Deyir, cavanlar, gənclər telefonu yazışmaq üçün, klublara və yaxud da hər hansı bir fəaliyyətlərə qoşulmaq üçün istifadə etmirlər. Təbii ki, bu false olacaq, yanlışdır. Çünki orada cannot use yox, can use deyir bizim dinlədiyimiz listeningdə, can use. Cannot use olduğu üçün false, cavabımız yanlışdır. Teens never play music or listen to playlists in their free time. Burada da həmçinin, burada never sözünün işlənməsi bu cümləni yanlış edir. Burada da düzgün cavabımız B variantı false olacaq. Üçüncü cümləyə baxsaq. Some teens like sports such as swimming, biking or dancing. Bəzi gənclər idmanla məşğul olmağı, məsələn, üzgüçülüklə, velosiped sürməklə və yaxud da rəqs etməyi sevirlər, xoşlayırlar. Bəli, bu düzgündür. Doğru cavabımız true olacaq. Photography is a hobby for students. Şagirdlərin boş zamanlarında məşğul olduğu hobidir. Bəli, true. It's true. Gəlin indi qrammatik sualların izahına baxaq. 5-ci sualda bizdən choose a correct sentence with the noun in the possessive case. Yəli halda olan düzgün ismi seçməyimizi istəyir. A variantına baxsaq, biz bilirik ki, ümumiyyətlə, yəli hal necə düzəlir uşaqlar? Yəli hal apostrof S və yaxud da ki, ismi cəmləyib, S şəkilçisini əlavə edib, daha sonra apostrof qoymaqla düzəlir. Amma hər gördüyümüz apostrof S-də təbii ki, yəli hal deyil. Bunun yəli hal olması üçün apostrof S ismə qoşulmalı və özündən sonra isim gəlməlidir. Burada da A variantına baxsaq, görərik ki, please check the teacher's notes before the test. Elə A variantı bizim düzgün variantımızdır. Teacher isimdir, apostrof S ismə qoşulub və özündən sonra da isim gəlib. Buna görə A variantı düzgün cavabımızdır. Daha sonra B variantına baxsaq, görərik ki, cities growing. Burada apostrof S to be-nin qısaldılmış formasıdır. C variantında həmçinin is talking about, yenə to be-nin qısaldılmış formasıdır. D variantında da to be playing, yəni Sarah is playing. Buna görə bu da yanlışdır. Y variantında isə is raining, yenə isin qısaldılmış forması olduğu üçün Y variantda yanlışdır. Düzgün cavabımız A variantı olacaq. Daha sonra 6-cı suala baxaq. 6-cı sualda bizdən
düzgün artikl qoymağı tələb edir. Biz bilirik ki, soyadlar cəmlənibsə, bütöv bir ailəni bildirir və hər zaman qarşısında z artiklı işlənir. Deməli, birinci boşluğumuzda z artiklı olacaq. Digər tərəfdə isə şəhər adıdır və biz bilirik ki, ölkə şəhər adları ilə heç bir artikl işlənmir. Təbii ki, bəzi istisna ölkə adlarını çıxmaq şərti ilə. Buna görə də düzgün cavabımız D variantı olacaq. 7-ci sual. 7-ci sualda düzgün quantifiers, kəmiyyət bildirən sözləri qoymalıyıq. Nöqtələrdən sonraki ismə baxaq. Təbii ki, bu test nümunəsini işləyəndə ilk növbədə bizdə nöqtələrdən sonra gələn ismə baxmaq tələb olunur. Nöqtələrdən sonra gələn ismimiz sayıla bilməyən tək isimdir və biz bilirik ki, sayıla bilməyən isimlərlə a little və much işlənir. Düzgün cavabımız A variantı 1 və 3. Daha sonra 8-ci sual. Yenə düzgün variantı seçməliyik. Cümləmizə baxaq. Qeyd edim ki, pronoun mövzusu ilə bağlı bir test nümunəsidir. There are 2 pens on the desk. Masanın üzərində, partanın üzərində 2 qələm var. You can take off. Nöqtələrdən sonra burada biz off görürük və biz bilirik ki, nələrdən sonra off işlənmir. Uşaqlar, yadda saxlayın ki, 3 dənə sözdən sonra off işlənmir. Bu no, every və törəmələrdir. Törəmələr hansılardır? Ümumiyyətlə biz bilirik ki, hansı əvəzliklərin törəmələri var. Some, any, every, no. Bunlara one, body, sing sözlərini qoşmaqla biz törəmə yaradırıq. Yəni someone, somebody, something, anyone, anybody, anything, everybody, everyone, everything. Həmçində no one, nobody, nothing. Bunlardan sonra off işlənməz. Buna görə də həmçində every və no-dan sonra off işlənməz. Buna görə B və Y variantlarına çıxırıq və cümləmizə diqqət etsək, deyir ki, masanın üzərində, partanın üzərində 2 qələm var. Sən onlardan birini götürə bilərsən. Burada düzgün cavabımız either olacaq. Yəni 2 əşyadan birindən söhbət gedirsə, either of them deyə işlədirik. All hamısı deməkdir. None heç biri deməkdir. Buna görə də düzgün cavabımız either. 8-də C variantı olacaq. 9-cu sual. 9-cu sual da yenə əvəzlik mövzusu ilə bağlıdır və biz burada törəmə əvəzlikləri görürük və bilirik ki, əgər bizim cümləmiz inkardadırsa, təbii ki, bir cümlədə 2 inkar olmaz. İngilis dilində qəti qaydalardan biri budur ki, bir cümlədə 2 inkar olmaz. Buna görə də cümlə inkardadırsa, nothing və nobody-ni çıxırıq. Və biz bilirik ki, inkar cümlədə some və some'ın törəmələri işləməz. Buna görə something və someone da çıxırıq. Düzgün cavabımız D variantı. 10-cu sual. Yenə əvəzlik mövzusu ilə bağlı bir sual nümunəsidir. Qayıdış əvəzlikləri ilə bağlıdır və biz qayıdış əvəzliklərini işlədərkən bizdə əsas götürülən bizim mübtədamızdır. Yəni mübtəda nədirsə, qayıdış əvəzliyi də odur. The student hurt while playing football. Students təkdədir və biz bilirik ki, bu şagird həm qadın ola bilər, həm də kişi olar. Buna görə də bunun qayıdışı həm himself, həm də herself ola bilər. Hər ikisi də doğrudur. Düzgün cavabımız B variantı 1 və 3. Daha sonra 11-ci sual. Yenə əvəzlik mövzusu ilə bağlıdır. Don't touch knives. Nöqtələrdən sonraki ismimiz cəmdədir və biz bilirik ki, əgər isim cəmdədirsə, onun qarşısında işlənəcək işarə əvəzliyi də cəmdə olmalıdır. Buna görə A-nı çıxarıq, B-ni və C-ni çıxarıq. İkinci tərəfə də baxsaq, biz həmin ismi təhlil edirik ikinci tərəfdə də. Yəni, biz deyirik ki, don't touch those knives. Bu, bıçaqlara toxunma, onlar təhlükəlidir. Yəni, bizim burada verilən ismimiz cəmdədirsə, biz hər iki tərəfə də onun qarşısında onu təyin edən işarə əvəzliyinə və digər tərəfdə mübtəda funksiyasında işlənən əvəzliyi də cəmdə seçməliyik. Onlar təhlükəlidir. Yəni, isim cəmdə olduğu üçün onlar təhlükəlidir, o təhlükəlidir deyə bilmərik. Buna görə D variantında çıxsaq, düzgün cavabımız Y variantı. Those və they. 12-ci sual. Sifətin dərəcələri ilə bağlı bir test nümunəsidir və biz bilirik ki, sifətin dərəcələrini işləyərkən cümlədə dərəcə göstəricilərinə diqqət etməliyik. Burada da bizim dərəcə göstəricimiz of-dur və bilirik ki, söz önlü ifadələrlə cümləmizdə üstünlük dərəcəsi işlənir. Digər variantlara da baxsaq, həmçinin görərik ki, digər variantlarda da yanlışlıq var. Məsələn, nöqtələrdən sonra gələn isim they ismidir və sayılan tək isimdir. Mən əgər bunu adi dərəcədə işlətsəm, cold day yox, a cold day deyərəm. Və yaxud da müqayisə dərəcəsində işlətsəm, a colder day deyərəm. Yəni, day'in artiklı sifətin qarşısına keçər. Buna görə A və B-ni çıxırıq.
D variantı yanlışdır. More cold yox, müqayisə dərəcəsində colder olur. Yəni eri artırırıq sonuna, çünki tək hecalı isimdir. Y variantında isə most cold yox, coldest formasında olmalıdır və qarşıda mütləq Z işlənməlidir. The coldest. Buna görə Y variantında çıxsaq, düzgün cavabımız C variantı. 13-cü sual. Adjective mövzusu ilə bağlıdır, sifət mövzusu ilə. Gəlin variantları bir-bir təhlil edək. Çünki cümləmizdə heç bir dərəcə göstəricisi yoxdur. Bu zaman variantlara baxmalıyıq. A variantında heavy zən, zən müqayisə dərəcəsidir. Heavy yox, heavier zən olar. B variantında heavier as yox, as heavy as formasında, düzgün forma belə olardı. Çünki əzin ortasında adi dərəcə işlənir və B variantında əzin bir hissəsi var, sonda verilən əz var, əvvəldə əz yoxdur və heavier verdiyi üçün yanlışdır. C variantı düzgün cavabımızdır, as heavy as. D variantında isə as heaviest yox, as heavy olardı. Çünki əzin ortasında adi dərəcə işlənir. Y variantı isə more ilə başlayıb əzlə bitirə bilmərik. İfadəmiz əzəz ifadəsidir və yaxud da ki, müqayisə dərəcəsində heavier formasında olardı. Çünki heavy tək hecalı isimdir. Az hecalı sifətdir daha doğrusu. Az hecalı sifətlərin müqayisə dərəcəsi erlə düzəlir. Qarşıda more işlənməz. Ümumiyyətlə, Y variantı tamamilə yanlışdır ki, biz more ilə başlayıb əzlə bitirə bilmərik. More heavy as deyə bir ifadə yoxdur. 14-cü sual. 14-cü sualla davam edirik. 14-cü sualda düzgün sözü seçməliyik. Cümləyə uyğun şəkildə düzgün olan sözü yerləşdirməliyik. This is a shortest to the city. Variantlara baxsaq görəcəyik ki, statue heykəl deməkdir. Yəni cümləmizə uyğun deyil. Nutrient qida maddələri, amount miqdar, edition isə nəşr deməkdir. Düzgün cavabımız D variantı olacaq. This is a shortest road to the city center. Bu şəhərin mərkəzinə gedən ən qısa yoldur. 15-ci sual. Sözləri izahları ilə uyğunlaşdırmaq tələb olunur. Parad, parad, snack, atışdırmalıq, qəlyanaltı, tool isə ləvazimat, təchizat deməkdir. 1-ə uyğun olacaq C, a public celebration of a special day or event. 2-yə uyğun olacaq A, yəni A variantı, a small meal or amount of food. 3-ə isə uyğun olacaq B, an instrument such as a hammer, screwdriver, saw and etc. C, A, B düzgün cavabımız B variantı. 16-cı sual. Düzgün sinonim cütlüyünü seçməliyik. Bright, parlaq, large, geniş, careful, ehtiyatlı, diqqətli, busy, məşğul. C variantında loud, səs-küylü, ucadan, clear, təmiz. D variantı wrong, yanlış, səhv, incorrect, həmçinin yanlış, səhv. Düzgün cavabımız D variantı olacaq. Y-də isə safe, təhlükəsiz, dangerous, təhlükəli, antonim cütlüyü olduğu üçün çıxırıq. 17-ci sual. Choose the opposite meaning to the underlined word. Altından xətt çəkilmiş sözün opposite, əks mənalarını, yəni antonimlərini seçəcəyik. Quiet, sakit, səssiz deməkdir. Calm and silent, sakit, səssiz sinonimləridir. Buna görə 1 və 2-ni çıxırıq. Düzgün cavabımız 3 və 4 olacaq. Noisy and loud, səs-küylü. Antonimini istədiyi üçün düzgün cavabımız 3 və 4. Davam edirik qısa mətnlərə aid olan sual nümunələrimizlə. Yəni 18-ci sualla. Dear guests, əziz qonaqlar, we are pleased to invite you to our annual charity dinner. Biz sizi öz xeyriyyəçilik yeməyimizə dəvət etməkdən şad olarıq. The event will be held in the Grand Hall on September 20 at 7 p.m. Yeməyimiz Grand Hall'da, böyük zalda sentyabrın 20-si saat 7-də baş tutacaq. PM-i də diqqət etsək, yəni günorta saatlarında, günortadan sonra axşamüstü saat 7-də baş tutacaq. Dinner will last for 3 hours. Yeməyimiz 3 saat davam edəcək. And there will also be a short concert. Sonda isə qısa, balaca bir konsert olacaq. Tickets are $40. Biletin qiyməti $40. Please arrive at least 30 minutes early for registration. Qeydiyyat üçün 30 dəqiqə tez gəlməyiniz tələb olunur. A variantına baxsaq, A variantında the dinner will last 2 hours. Yemək 2 saat davam edir. Xeyr, will last for 3 hours. Cümlədə də deyildiyi kimi. Buna görə A variantı yanlışdır. The event will be held on September 20.
Bu da yanlışdır. Çünki orada sentyabrın 20'si qeyd olunub. Burada isə 12'si deyil. The event will be free for all visitors. Bütün ziyarətçilər üçün pulsuz olacaq, ödənişsiz olacaq. Xeyr, 40 dollardır biletin qiyməti. D variantında qeyd edilir ki, the concert will last for 3 hours. Konsert 3 saat davam edəcək. Bəzən yanlışlıqla bu variantı düz qəbul edə bilərsiniz, amma burada uşaqlar konsertin 3 saat davam edəcəyi qeyd olunmur. Dinner will last 3 hours. Yeməyin 3 saat davam edəcəyi qeyd olunur. Konsert isə a short concert olacaq. Yəni qısa bir konsert olacaq. Buna görə D variantı da yanlışdır. Bizim düzgün cavabımız Y variantı olacaq. Guests should come not later than 8:30 p.m. for registration. Qonaqların 6:30-dan gec gəlməməyi məsləhət görülür. Yəni ki, gec gəlməməlidirlər. 6:30-dan gec gəlməməlidirlər. Bəli, mətnimizdə də deyir ki, onlar registrasiya üçün, qeydiyyat üçün yarım saat tez gəlməkləri lazımdır. Buna görə də düzgün cavabımız Y variantı olacaq. 19-cu sualla davam edirik. 19-cu sualda Healthy Smile Dental Clinic now offers free check-ups for children under 10 years old. Healthy Smile Dental klinikası indi 10 yaşdan kiçik uşaqlar üçün pulsuz check-up paketi təqdim edir. Book an appointment at today. Deməli 223 45 89 nömrəsi ilə elə indi görüş təyin edin. Bugün görüş təyin edin. A variantına baxsaq, A variantında qeyd olunub ki, to invite children to join a dental course. Uşaqları diş kursuna dəvət etməklə bağlıdır. Xeyr, kursa dəvət etməklə bağlı deyil. Bizim mətnimiz sadəcə check-up paketinin təqdimatı ilə bağlıdır. B variantında to inform parents about free dental check-ups. Yes, it's true. B variantı düzgündür. Valideynləri pulsuz check-up paketi haqqında məlumatlandırmaqla bağlıdır mətnimiz. C variantında to sell dental care products, diş qulluğu vasitələrinin satışı ilə bağlıdır. Xeyr. D variantında to ask parents to become dentist. Bu da deyil. Y variantında isə to describe how to brush teeth correctly. Dişləri düzgün fırçalamaq haqqında. Düzgün cavabımız elə B variantıdır. To inform parents about free dental check-ups. Pulsuz check-up paketi ilə bağlıdır. Check-up paketi haqqında məlumatla bağlıdır. 20-ci sualda Dear students, please bring your art materials to the next lesson on Wednesday. We will finish our posters and then prepare an exhibition. Don't forget your scissors and glue, Mrs. Kelly. Əziz şagirdlər, zəhmət olmasa özünüzlə incəsənətə aid olan materialları gətirməyi, növbəti 3-cü gün olan dərsdə özünüzlə gətirməyi unutmayın. We will finish. Biz posterlərimizi bitirdikdən sonra sərgi hazırlayacağıq. Don't forget your scissors. Qayçınızı və yapışqanınızı, kleyinizi də gətirməyi unutmayın. A variantında students will have a music lesson on Wednesday. Xeyr, A variantı yanlışdır. Musiqi dərsi deyil. İncəsənət dərsidir onlara. Təsvir incəsənət dərsidir. B variantında Mrs. Kelly will bring the scissors for the students. Mrs. Kelly gətirəcək onlar üçün qayçını. Xeyr, şagirdlərin özlərinin gətirməyi tələb olunur. The exhibition is already finished. Sərgi artıq bitib. Xeyr, sərgi hələ bitməyib. Onlar posterlərini hazırladıqdan sonra sərgi keçirəcəkləri qeyd olunub. Students should bring their art materials for the next class. Düzgün cavabımız budur. Növbəti dərs şagirdlərdən təsvir incəsənət dərsinə aid materialların gətirilməsi tələb olunur. Y variantında isə the posters are for a science project. Elmi proyekt üçün poster hazırlayacaqlar. Xeyr, Y variantı da yanlışdır. Düzgün cavabımız D variantı. Növbəti dərs onların təsvir incəsənət materiallarını gətirməkləri tələb olunur. Gəlin indi isə mətnimizə baxaq. Mətnimizi tərcümə edək və daha sonra isə suallarımızı cavablandıraq. Animals are an important part of nature and our daily life. Heyvanlar bizim
təbiətin və gündəlik həyatımızın ən vacib hissələrindən biridir. Some live in the forest, river or ocean, while others stay close to people in the city. Bəziləri meşədə, çayda, okeanda yaşayarkən, digərləri şəhərdə insanlara yaxın ərazilərdə yaşayırlar. Cats and dogs are common pets at home. Pişiklər və itlər evdə ən çox rast gəlinən heyvanlardır. But animals like elephants, camels and horses show the diversity of the animal world. Lakin fillər, dəvələr və atlar kimi heyvanlar aləminin müxtəlif olduğunu, müxtəlifliyini göstərir. Students often learn about animals in school. Şagirdlər məktəbdə heyvanlar haqqında tez-tez nəsə öyrənirlər. In science class, they may read an article, look at a diagram or watch a video about how animals live. Elm dərsində onlar məqalə oxuyurlar, diaqrama baxırlar və heyvanların necə yaşadıqları ilə bağlı video izləyirlər. For example, birds build nets and fish swim in rivers or seas. Məsələn, quşlar yuva qurur, balıqlar isə çaylarda və dənizlərdə üzürlər. Teachers may ask students to complete a chart or match the correct picture with the animal name. Müəllimlər şagirdlərdən cədvəli doldurmağı və düzgün şəkildə heyvanların adları ilə heyvanların şəklini uyğunlaşdırmağı istəyir. Bəzən istəyə bilər. This helps them understand the world better. Bu onlara dünyanı daha yaxşı başa düşməsinə kömək edir. Bu istək, yəni müəllimənin bu istəyi şagirdlərin dünyanı daha yaxşı anlamasına və başa düşməsinə kömək edir. Animals also play a role in culture. Heyvanlar həm də mədəniyyətdə rol oynayırlar. They appear in stories, songs and even festivals. Onlar hekayələrdə, mahnılarda və hətta bayramlarda da görünürlər. Some animals are symbols of countries or teams. Bəzi heyvanlar ölkələrin və komandaların simvoludur. Protecting animals is important because many species are endangered. Bəzi heyvanları qorumaq heyvanları qorumaq çox vacibdir. Çünki onların bir hissəsi artıq təhlükə altındadır. Yəni onların artıq bir növünün nəsli kəsilmək üzrədir və təhlükə altındadır. Young people can help by respecting nature, reducing waste and learning more about the environment. Gənclər təbiətə hörmət etməklə, yəni tullantıları azaltmaqla və ya ətraf mühit haqqında daha çox öyrənməklə köməklik edə bilərlər. Öz köməkliklərini göstərə bilərlər. İndi isə gəlin suallarımıza keçək. What is the passage mainly about? Mətn nə haqqındadır? Təbii ki, oxuduğumuz mətnə əsasən deyə bilərik ki, mətn düzgün cavabımız A variantı olacaq. The role of animals, heyvanların rolu haqqındadır. Heyvanların bizim həyatımızda olan rolu haqqındadır. B variantında the history of farming tools, əkinçilik alətlərinin tarixi haqqında. Xeyr, belə bir şey oxumadıq biz. C variantında why students shouldn't keep pets, şagirdlərin nə üçün ev heyvanı saxlamamaqları haqqında belə bir şey də oxumadıq. D variantında the dangers of traveling to the ocean, okeana səyahətin təhlükələri haqqında. Xeyr. Y variantında isə how to become a professional vet, professional baytar necə ola bilərsən, bu haqqda idi. Xeyr. Düzgün variant A variantı, the role of animals, heyvanların rolu haqqındadır. 22-ci sual. Choose a false statement according to the passage. False olanı, yəni yanlış olanı istəyir bizdən. A variantında some animals live in the forest, river or ocean. Bəli. Elə ilk cümlələrdə oxuduğumuz kimi. Baxın, burada da qeyd olunub. Bəzi heyvanlar çayda, okeanda yaşayırlar, meşədə yaşayırlar. B variantında all animals in the world are safe. Yanlış olan elə budur. Dünyadakı bütün heyvanlar təhlükəsiz deyil. Yəni belə bir şey ümumiyyətlə mətndə qeyd olunmayıb. Yəni yanlış olan B variantıdır. C variantında
Students watch videos to learn about animals. Bəli, bu da düzgündür. Ona görə A-nın S-ni çıxırıq. Bizdən səhv olanı istəyirdi. B variantı səhvdir. D variantında some animals stay close to people in the city. Bəli, bəzi heyvanlar insanlara yaxın, şəhərə yaxın yaşayırlar. Şəhərdə insanlara daha yaxın yaşayırlar. İtlər, pişiklər kimi mətndə də qeyd olunmuşdu. Y variantda some animals are symbols of countries or teams. Bəli, bəzi heyvanlar ölkələrin və komandaların simvolu hesab olunur, simvoldurlar. Bu da düzgündür. Bizdən yanlış istədiyi üçün yanlış B variantıdır. 23-cü sual. Choose the correct answer to the question. Sualın düzgün cavabını seçməliyik. Why is protecting animals important? Baxın, bu sualın düzgün cavabı elə burada qeyd olunub. Protecting animals is important because many species are endangered. Çünki bəziləri təhlükə altındadır və ona görə də onları qorumalıyıq. Elə düzgün cavabımız B variantı olacaq. Mətnimizə əsasən because many species are endangered. Təhlükə altındadır, nəsli tükənmək üzrədir, ona görə də onları qorumalıyıq. Yəni A, S, Y və D variantları heç biri belə bir cümlələr qeyd olunmuyub. Elə mətnimizdə də düzgün cavab B variantı cümlənin davamı kimi göstərilib. 24-cü sualla davam edirik. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq. In school, students may learn about animals by studying only human history. Xeyr. Ümumiyyətlə qeyd edim ki, only olan cümlələrə daha çox diqqət edən şagirdlər. Bəzən only olan cümlələr cümləni limitlədiyi üçün çox vaxt yanlış variant olurlar bunlar. Buna görə A variantı səhvdir. B variantında cooking food and washing dishes together. Belə bir şey ümumiyyətlə mətndə yox idi. C variantında reading an article or watching a video. Düzgün cavabımız elə C variantıdır. Məktəbdə uşaqlar heyvanlar haqqında necə öyrənirlər? Məqalələr oxuyaraq və yaxud da videolara baxaraq. Düzgün cavabımız C variantı. Visiting only shopping malls. Belə bir şey yox idi. Y variantında da həmçinin playing computer games belə bir şey də qeyd olunmamışdı mətndə. 25-ci sual. Which statements are true according to the text? Mətnə əsasən düzgün cümlələri seçməliyik. Cats and dogs are common pets at home. Bir düzgündür. Əsas ev heyvanlarından elə pişiklər və itlərdir ki, hansı ki bunlar ümumi ev heyvanları hesab olunur. Mətndə də qeyd olunmuşdu. 2-də students never study animals at school. Never heç vaxt öyrənmirlər heyvanlar haqqında. Xeyr, yanlışdır. Məktəbdə də heyvanlar haqqında reading an article or watching a video. Videoya baxaraq və yaxud da məqalələr oxuyaraq öyrənirlər. 2 yanlışdır. 3-də students hardly use charts or pictures to study animals. Heyvanlar haqqında öyrənərkən onlar deyir, nadir hallarda istifadə edirlər diaqramlardan, şəkillərdən. Xeyr, bu da yanlışdır. Mətnin içində qeyd olunub. Hardly use olduğu üçün yanlışdır. Çünki hardly çətinliklə, nadir hallarda, yəni cümləni mənfiyə çevirmək üçün istifadə olunur. 3 də yanlışdır. 4 isə düzgündür. Some animals are symbols of countries or teams. Bəzi heyvanlar həm ölkələrin və bəzi komandaların simvolu hesab olunur. Bəli, düzgün cavabımız 1 və 4. 26-cı sualda isə bizdən şəkil üzrə esse yazmaq tələb olunur. Mən burada şəkil üzrə qısa bir esse təqdim etmişəm sizə. Siz də şəkilə baxıb, yəni ən az 35 söz olmaqla şəkilə əsasən öz fikirlərinizi yazaraq uyğun balınızı ala bilərsiniz. Əgər videomuzu və izahımızı bəyəndinizsə, kanalımıza abunə olun, videomuzu like edin və açıqlama bölməsində yerləşən nömrə ilə əlaqə saxlayaraq siz də güvən sınağında iştirak edə və həmçinin də dərslərimizə yazılaraq dərslərimizdə iştirak edə bilərsiniz. Sağ olun. İzlədiyiniz üçün təşəkkürlər.